Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarəti davam etdirir. Görülən işlər çərçivəsində idxal olunmuş ümumi sayı 4656 ədəd energetik içki məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri çərçivəsində Orxan 11 MMC tərəfindən Türkiyədən ölkəmizə idxal olunmuş Paril qida alkoqolsuz funksional içəcəklər müəssisəsinin istehsal etdiyi Nitro Max əmtəyi nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan sildenafil maddəsi aşkarlanıb. Ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən Paril qida alkoqolsuz funksional içəcəklər müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir daha bildirir ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olması məqsədi ilə qida sahəsində ixrac əməliyyatları zamanı qida təhlükəsizliyi tələblərinin və istehlakçı hüquqlarının qorunması ilə bağlı zəruri tədbirlər davam etdiriləcək.